Şad xəbər gəldi. Şükür sənə ay Allah. Nəhayət ki, polisdən də biz xeyir gördük. Bilirsiniz də, DTX-in rəisi Əli Nağıyev mənim yatağıma kamera qoymuşdu. Mən də götürdüm, Daxili İşlər Nazirliyinə müraciət elədim və dedim: "Hörmətli polis, sizcə Əli Nağıyev mənim evimə, yatağıma kameranı niyə qoyub? Araşdıra bilərsiniz?" Və polis araşdırıb mənə cavab yazıb. Oxuyun. Daxili İşlər Nazirliyi deyir ki: "Hörmətli Mehman bəy, Əli Nağıyev sizin yatağınızda öz arvadını axtarırmış." Boy. Şükür sənə ay Allah, şükür. Mən bu sualın cavabını tapdım. Niyə Əli Nağıyev mənim yatağıma kamera qoyub? Çünki öz arvadını axtarırmış. Ay soska gədə Əli Nağıyev. Sənin işinin adı nədir? Mehman şeyini güdmək, yoxsa dövlətin təhlükəsizliyi ilə məşğul olmaq, ha? Sənin arvadın mənim yatağımda nə edir ki, ha? Nahidə xanım, ay Nahidə Nağıyeva, çıxın ərinizə cavab verin. Deyin ki, siz mənim yatağımda olmamısınız. Bax belə, sağ olsun polis.